İqtisadi zonada hörmətli tamaşaçılar, cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılması, korrupsiya, terrorçuluq və digər qanunsuz fəaliyyətlərin maliyyələşdirilməsi dünyada maliyyə sektoruna təhdid edən əsas amillərdəndir. Dövlətlər bununla mübarizə aparır. Bunun üçün müxtəlif mexanizmlər tətbiq olunur. Bu məsələdə ölkələr səylərini birləşdirməklə beynəlxalq səviyyədə əməkdaşlıq edirlər. Azərbaycanda bu istiqamətdə hansı işlər görülür? Nə kimi yeniliklər var bugün? Suallarımızı Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini Azər Abbasovla müzakirə edəcəyik. Axşamınız xeyirli olsun Azər müəllim, xoş gəlmisiniz. Axşamınız xeyir, təşəkkür edirəm. Azər müəllim, ilk olaraq xidmətin əsas fəaliyyət istiqamətləri haqqında sizdən məlumat almaq istəyəcəyik. Bugün Maliyyə Monitorinqi Xidməti əsas fəaliyyət istiqamətləri nədir, nə iş görürsünüz və bugün üçün səylərinizi hansı istiqamətdə birləşdirmisiniz? Maliyyə Monitorinqi Xidməti yaş etibarilə gənc bir qurumdur və insanlar bunun fəaliyyəti haqqında çox az məlumatlıdır. Doğrudur. Bəzən bizim qərarlarımız insanların müəyyən əməliyyatlarına təsir göstərir. Nə qədər çox məlumatlı olsalar, bir o qədər bu bizim işimizin rahat getməsinə səbəb olar. Maliyyə Monitorinqi Xidməti bir kəşfiyyat orqanıdır. Yəni nəzəri olaraq yaradılma prinsipləri bunun üzərində qurulub. Ümumiyyətlə dünyada mövcud olan bütün suveren yurisdiksiyalar maliyyə kəşfiyyat orqanını yaratmağa borcludular. Bu beynəlxalq standartın tələbidir. Və bu maliyyə kəşfiyyat orqanının yaradılması zərurəti nədən formalaşıb? Maliyyə məlumatları həssas məlumatlar qrupudur. Bir çox hallarda yurisdiksiyaların qanunvericilikləri maliyyə məlumatlarının qorunmasına dair bir sirr rejimi müəyyən edirlər. Məsəl üçün, bizim də qanunvericilikdə bank sirri, vergi sirri, kommersiya sirri anlayışları var. Və hüquq mühafizə orqanları əksər etibarilə, yəni Cinayət Prosessual Məcəllənin və digər qanunvericiliklərdə digər əsaslar mövcud ola bilər. Tələbi bundan ibarətdir ki, bu cür məlumatların əldə edilməsi yalnız məhkəmənin əsaslandırılmış qərarına əsasından əldə edilə bilir. Və bu da bir çox hallarda maliyyə istintaqlarının aparılmasında bir növ bürokratiya və uzun bir proses tələb edir. Həmçinin inandırma, əsaslandırma, prokurorun təqdimatı olmalıdır və s. Çeviklik az olurdu bu tipli məlumatların təhlili əldə edilməsi. Həmçinin cinayət işi gedişində məlumatlara fərdi yanaşılırdı, sistematik təhlil hissinə olunurdu. Maliyyə Monitorinqi orqanı bir növ hüquq mühafizə orqanları ilə maliyyə sektoru, yəni özəl bank, digər hansı ki maliyyə sirrini saxlayan qurumlar arasında, özəl sektor arasında bir bufer orqandır. Yəni maliyyə monitorinq orqanları səlahiyyətlənib ki, bu məlumatları hər hansı məhkəmə qərarına söykənmədən maliyyə sektorundan alsın, təhlil etsin. Yəni belə bir səlahiyyəti var. Bəli, təhlil etsin və yalnız cinayət əsaslı məlumatları hüquq mühafizə orqanlarına təqdim etsin. Biz həm məlumatın ötürücüsüyük, həm məlumatın qoruyucusu. Azərbaycanda ilk maliyyə monitorinqi orqanı 2010-cu ildə yaradılıb. Mən qeyd etdiyim kimi biz ən gənc orqanlardan biriyik. Lakin sırf bizim qanunvericilik nöqteyi nəzərdən bizim funksiyalar soruşulsa, bizim əsas 4 istiqamətdə funksionallığımız var. Tənzim etmədir bu, nəzarətdir, əlaqələndirmədir və dövlət siyasətinin formalaşdırılmasında iştirakdır. Azər müəllim, bu cinayət yolu ilə əldə edilən əmlakların leqallaşdırılması və terrorçuluğun maliyyələşməsinə qarşı mübarizə biz əvvəldə də qeyd etdik. Bugün bütün dünya ölkələri qarşısında bir çağırışdır. Bizim ölkəmiz bu çağırışa bugün hansı formada cavab verir və bununla bağlı yeni bir sistem yaranıb, mən bildiyimə görə. O sistem haqqında məlumat verməyinizi sizdən xahiş edəcəm. Təşəkkür edirəm suala görə. Bəli, biz yeni bir sistem üzərində çalışırıq. Artıq uzun müddətdir ki, biz elə bir mərhələyə gəlib çıxmışıq ki, kökdən sistemi söndürüb artıq yeni sistemlə işləyirik. Bu bir uğur hesab edilə bilər. Bizim əvvəl dayanıqlı sistemimiz alınmış bir sistem idi və dünyada əksər maliyyə monitorinq orqanlarının istifadə etdiyi bir sistem idi. Çox məhdud xarakter daşıyırdı və bizim tələblərimizə cavab vermirdi və biz qərar verdik ki, artıq yeni sistemlər almadan öz milli sistemimizi yaradaq. Bu bir çox amillərə əsaslanırdı bizim milli sistemin yaradılması. Birinci, ən prioritet məsələ təhlükəsizlik məsələsi idi. Çünki milli sistemdə bütün nəzarət mexanizmləri, yəni dövlət tərəfindən yaradıldığına görə artıq bizim özümüzdədir. Bəli. İkinci məsələ maliyyə məsələsi idi ki, biz müqayisədə daha
belə deyək, sərfəli bir şərtlərlə o sistemin yaradılmasına nail oluruq. Üçüncü funksionallıq. Yəni biz digər sistemləri müqayisə edəndə təbii ki, biz deyə bilmərik ki, bizim sistem dünyadan yaxşı sistemdir. Çox belə təkmil sistemlər mövcuddur, amma bizim sistemdə artıq dünyada bir neçə dəfə təqdimat edilib, kifayət qədər populyarlıq qazanan sistemlərdən biridir. Artıq maliyyə monitorinq xidmətinə təqdim olunan məlumatların sayı 4 dəfədən çox artıb. Gündəlik məlumatların sayı. İndi günə 20 minə qədər maliyyə monitorinq xidmətinə məlumat daxil olur. Bu məlumatların təhlil edib sonda biz leqal əməliyyatla qeyri-leqal əməliyyatı bir-birindən ayıra bilməyəcəksə, bu yaxşı sistem deyil. Amma bu sistem imkan verəcəksə ki, leqal əməliyyatla qeyri-leqal əməliyyat bir-birindən ayrılsın və biz artıq əmin olduğumuz məlumatı hüquq mühafizə orqanına təqdim edə bilək, bu artıq effektiv sistemdir. Sistem artıq işə düşübmü? Bəli. İşə düşüb və artıq siz bu məlumatları lazımi hüquq mühafizə orqanlarına təqdim edirsiniz. Bəli. Nəticə haqqında danışa bilərikmi? Nəticələr var, mövcuddur. Mən ümumiyyətlə sistemdən əvvəlki və sonraki proses haqqında danışa bilərəm ki, məsəl üçün biz artıq təhlilə vizuallaşdırma gətirmişik. Artıq biz hüquq mühafizə orqanına təqdim etdiyimiz məlumatlarda vizual sxemləri tətbiq edə bilirik. Yəni fiqurantların vəsaitlərin mənbəyindən mənsəbinə qədər olan bütün sxemi göstərə bilirik ki, pulların leqallaşdırılması cinayətin istintaqı asan istintaqı deyil. Artıq o bütün vizual sxemi görməklə həm prokuror qarşısında müstəntiq özünü, həm də məhkəmə qarşısında doğrulda bilsin, sübutlar təqdim edə bilsin. Effektiv sübutlar təqdim edə bilsin. Eyni zamanda biz süni intellektə bəzi hallarda baş vururuq. Artıq süni intellekt, düzdür, bu hələ tam oturmuş layihə deyil, amma bu üzərində çalışırıq. Müəyyən qism əməliyyatlarda istifadə edirik. Bundan başqa bu sistem rahatlıq sistemidir, mən bunu belə deyərdim. Çünki biz öncəki sadaladığımız özəl sektorun nümayəndələr, banklardır və s. digər qurumlardır. Hədəfimiz ondan ibarətdir ki, bunlar üçün bir şəxsi kabinet yaransın burada. Və bu şəxsi kabinet üzərindən onlar maliyyə monitorinq xidməti ilə apardığı bütün əməkdaşlığı, bütün hesabatlığı aydın statistik nəticələri görməklə çıxarıla bilsin. Artıq öz səhvlərini orada görsünlər, düzəltməyə imkan yaradılsın, yenilənməyə imkan yaradılsın və s. Çünki günə 20 min məlumatın ötürülməsi az məlumat kateqoriyası deyil. Biraz vətəndaşlar üçün aydın olsun. Bu məlumatlar hansı məlumatlar? Misal üçün, bax, mən vətəndaş olaraq, bu fiziki şəxs ola bilər, hüquqi şəxs ola bilər, fərq etməz. Onun maliyyə məlumatlarından, onun belə deyək də, kart məlumatlarından mı gedir söhbət? Gün ərzində xərclədiyi, ona gələn mədaxil, məxaric məbləğlərindən mi gedir söhbət? Yəni, bunlar belə deyək də, daha düzgün ifadə etsək, izlənilirmi? Yəni, onların təyinatı, xərclənməsi, alınması prosesi. Əgər belə desək ki, bizə təqdim olunan bütün məlumatlar tək-tək izlənilir, bu biraz doğru olmazdı. Həm də bu real olmazdı. Daha çox riskli əməliyyatlardan gedir. Bizə təqdim olunan əməliyyatlar ümumiyyətlə iki kateqoriyaya bölünür. Riskli əməliyyatlar və qanunun məcbur etdiyi limit əməliyyatları, belə deyək. Riskli əməliyyatlar hər bir halda izlənilməlidir. Yəni, əgər biz onu öhdəlik daşıyan şəxs deyirik, öhdəlik daşıyan şəxs, yəni bank, sığorta şirkəti, investisiya bazarı, investisiya şirkəti və s. Bunlar maliyyə monitorinq orqanına şübhəli əməliyyat təqdim edirlərsə, mütləq bu analitikanın predmeti olmalıdır. Bəli. Burada sual yoxdur. Əgər əməliyyat şübhəli əməliyyat kateqoriyasında yox, limit əməliyyatı kimi, məsəl üçün 20 min AZN-dən yuxarı nağd əməliyyat və yaxud 20 min AZN-dən yuxarı elektron köçürmə əməliyyatı. Bu tip əməliyyatlar gəlirsə maliyyə monitorinq xidmətinə biz hər bir əməliyyatın izlənilməsini həyata keçirmirik. Təbii. Və bu həm resurs cəhətdən, həm də bu insanların hüquq və mənafelərinin qorunması nöqteyi nəzərindən önəm daşıyır. Biz sadəcə olaraq beynəlxalq təcrübələrdə qəbul olunmuş ən yaxşı, eyni zamanda öz riskimiz nəticəsində ortaya çıxmış indikatorları qoymaqla mövcud yığılmış baza üzərindən təhlillər aparırıq. Artıq sistem özü bizə imkan verir ki, həmən indikatorlar düşən əməliyyatlar hansılardır və bunlara əlavə baxışın keçirilməsi zərurəti vardır ya yoxdur. Ya da yoxdur, bəli. Yəni, izlənməni desək bu cür.
yanaşma qoymaq olar. Aydındır. Minnətdarıq studiyamıza gəldiyiniz üçün. Sizinlə sağollaşırıq. Təşəkkür edirik. Hörmətli tamaşaçılar, İqtisadi Zona davam edir.